Hər vaxtınız xeyir olsun. Bizdən soruş layihəmizin artıq 4-cü buraxılışı ilə qarşınızdayıq. Bu dəfəki mövzumuz isə fərdi nəqliyyat vasitələri və taksidir. Adından da göründüyü kimi qonağımız isə taksi və fərdi nəqliyyat vasitələri ilə iş şöbəsinin müdiri Orxan Şıxıyevdir. Orxan bəy, necəsiniz? Xoş gördük, çox sağ olun. Yaxşısınız. Orxan müəllim, hazırlıqsa ilk sualdan başlayaq. Buyurun. Taksi buraxılış kartlarını addan-adda keçirmək olurmu? Ümumiyyətlə taksi minik avtomobil sərnişin daşıma sahəsində, yəni buraxılış vəsiqəsi və taksi minik avtomobilləri üçün buraxılış vəsiqəsinə olan əlavəsi olan buraxılış kartı verilir. Müraciət zamanı mütləq şəkildə sahibkarlıq fəaliyyətlə məşğul olduğu üçün VÖN-lər olmalıdır və icazələr həmin VÖN üzərindən, yəni VÖN-ə verilir. Ümumiyyətlə hal-hazırda Bakı şəhərinin kvota olduğu üçün, daha əvvəllər, yəni 2025-ci ildə kvota olmadığı üçün icazələr və bu cür hallar olanda kartları ləğv edirdilər. Daşıyıcılar, yəni sahibkar kartı ləğv edirdi. Yenidən digər şəxs həmin kartı yenidən ala bilirdi Bakı üzrə. Amma hal-hazırda Bakı üzrə kvota olduğu üçün bu yenidən müraciət edib sənəd alınması mümkün olmur. Çünki burada kvota var və gələn müraciətlər növbəliyə durur. Növbəli əsasında veriləcəkdir. Mövcud suala gəlsək ki, buraxılış kartını adına da keçirmək mümkündür? Xeyr, bu mümkündür. Mövcud qanunvericilik buna icazə vermir. Bəs belə bir şey mümkündürmü? Məsələn, vətəndaşın avtomobili var və avtomobildən taksi fəaliyyəti icra edə bilir. Avtomobilini dəyişdirdikdə, yeni avtomobil aldıqda, o köhnə avtomobildə olan icazə yeniyə keçirilirmi, yoxsa yeni üçün yenidən növbəyə mi durmalıdır? Xeyr, yeni nəqliyyat vasitələri üçün mütləq şəkildə yenidən müraciət olunmalıdır, növbəyə durulmalıdır. Çünki həmin nəqliyyat vasitəsi, verilən buraxılış kartı yalnız həmin nəqliyyat vasitəsi üçün verilmiş buraxılış kartıdır. Yeni nəqliyyat vasitəsi üçün yenidən müraciət edilməlidir. Bu gün də Bakı şəhəri üzrə kvota olduğu üçün müraciətlər yalnız növbəlik prinsiplər əsasında verilir. İkinci kvota bəs nə vaxt açılacaq? İkinci kvota nəyi nəzərdə tutursunuz ki? Yəni, məsələn, 25 min bir illik icazələr neçə müddətində verilir sizdə? Ümumiyyətlə, buraxılış kartları, buraxılış vəsiqələri müddəti 7 illikdir, buraxılış vəsiqələri. Kartlar da, buraxılış kartları da ki, 8 ilə qədər olan nəqliyyat vasitələrinə verilir, onların da müddəti 7 il verilir. Amma təbii ki, 2024-cü ildə bu islahatlara ilk dəfə başlayanda, icazələrin verilməsinə başlayanda nəqliyyat vasitələri ilk dəfə buraxılış ilə 15 ilə qədər olan nəqliyyat vasitələrinə də verildi. Belə olduğu halda təbii ki, 2010, 2011, 2012-ci il nəqliyyat vasitələrinə verildi ki, onların artıq icazə müddəti 3, 4, 5 ildən sərhəd qoyulurdu, keçə bilmirdi. Növbəti suala keçmək istəyirəm. Son illərdə taksi qiymətlərinin artmasının əsas səbəbi nədir? Belə deyim, ümumiyyətlə ayna informasiya sistemində taksi sifariş operatorları açıqlaşdırılmış məlumatları inteqrasiya olunur. Yəni açıqlaşdırılmış məlumatları ötürürlər real vaxt rejimində. Açıqlaşdırılmış məlumatlar əsasında biz mütəmadi olaraq təhlillər aparırıq və rahat şəkildə burada sifarişlərin ümumi orta qiymətlərinin görülməsi mümkündür. Və bu təhlillər nəticəsində də rahat şəkildə demək olar ki, ciddi bir şəkildə taksi qiymətlərinə ciddi bir şəkildə artım müşahidə olunmur. Çünki keçən ilin misal üçün bu günü ilə baxsaq, keçən ilin bu ay ilə müqayisə eləsək, təqribən 6%-ə qədər bir artım müşahidə edilir. Biraz geriyə getsək 2024-cü ilə nisbətdə yenə maksimum 8-10%-ə qədər artım müşahidə edildiyini görmək mümkündür. Yəni bundan artıq ciddi bir artım müşahidə edilməyib taksi fəaliyyətinə. Amma burada digər bir məsələ var. Keyfiyyət, yəni xidmətdə olan keyfiyyət. Biz 2024-cü ildə islahatlara başlayan təqribən 67 min civarında bir nəqliyyat vasitəsi var idi. Onların da 67% 15 ildən yuxarı olan nəqliyyat vasitələri idi. Amma hal-hazırda 2024-2026-cı il nəqliyyat vasitələri təqribən 50-52% civarında təşkil edir və hətta 8 ilə qədər olan nəqliyyat vasitələri mən sayını deyə bilərəm ki, 79% civarında təşkil edir. Eyni zamanda sürücülərin təlimlərə cəlb olunması, xüsusi hazırlıqda şəhadətnaməsinin alınması və bu sahədə keyfiyyətin artırılması daha vacib məsələlərdən biridir. Taksi qiymətlərinin artması, azalmasına ayna mı tənzimləyir, yoxsa taksi şirkətlərinin özü mü bu qərarı verir? Belə deyək, bu gün taksi xidmətləri üzrə tariflər tələb və təklif əsasında formalaşır. Burada tələb təklif əsasında və hətta bu tələb təklif əsasında formalaşdığı üçün hətta günün saatlarına uyğun, yəni pik saat və yaxud da qeyri-pik saatlar və yaxud da həftənin günlərinə uyğun olaraq müəyyənləşdirilə bilir və eyni zamanda hava şəraitinə uyğun olaraq dəyişə bilir. Yəni qiymətlər tamamilə tələb təklif əsasında formalaşdığı
formalaşdığı üçün eyni zamanda bir məsələni də qeyd etmək istərdim ki, tariflərin dövlət tərəfindən tənzimlənməsi, yəni müəyyənləşdirilməsi müəyyən xidmətlər var. Həmin xidmətlərin içərisində taksi xidməti yoxdur. Tariflərin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı Nazirlər Kabineti müvafiq qərarı var. Təsdiq edilmiş bir siyahı var. Həmin siyahıda taksi xidmətləri mövcud deyildir. Vətəndaşlardan biri soruşur ki, bəzi sürücülər zəng edib gedəcəyin ünvanı soruşur və istəmədikdə gəlmirlər. Sifarişi ləğv edən sürücüyə hansı cəza tətbiq olunur? Yaxud belə bir cəza varmı? Ümumiyyətlə, burada sifariş soruşur və ləğv olunur məsələsidir. Məsafəyə görə də olur, bizim özümüzün də başımıza gəlir bu proses, gedəcəyin yeri yolunun üstü mü olmur, yoxsa nəsə? Yox, belə deyək, əgər sürücü sifarişi qəbul edibsə, onun heç bir halda hüququ yoxdur ki, sifarişi ləğv etməsin. Çünki ola bilər sifarişi ləğv etmə hüququ var sürücüdə, amma bu müəyyən hallar var ki, tənzimləri, misal üçün, sərnişin gələ bilər, içkili halda ola bilər. Müəyyən içkili halda ola bilər, elə bir vəziyyətdə ola bilər ki, içkili halda, misal üçün, o sürücüyə müəyyən adekvat davranmaya bilər, sürücüyə müəyyən təsirlər göstərə bilər. Belə olduğu halda, təbii ki, imtina edə bilər sifarişdən. Və yaxud da ki, daşınan, misal üçün, elə bir əşyalar var ki, həmin əşyaların nəqliyyat vasitəsində, misal üçün, salonda daşınması mümkün deyil və yaxud da ki, salonda hər hansı bir çirkləndirmə və yaxud da ki, salonun müəyyən bir mənfi təsir göstərə bilər salona. Belə halda, təbii ki, mütləq şəkildə sifarişdən imtina etmə hüququ var. Amma lakin bu hallar yoxdursa, mən sifarişə getmək istəmirəm, uzaqdır və yaxud da ki, qiymət fərqlidir, bu sərnişin daşıma qaydalarına ziddir. Mütləq şəkildə əgər belə bir hadisə hər hansı bir sərnişinin başına gəlirsə, belə bir hadisə ilə üzləşirsə, mütləq şəkildə aynaya müraciət edə bilər. Həm elektron poçt ünvanı ilə, eyni zamanda 141 qaynar xətti vasitəsilə müraciət edə bilər. Sadəcə olaraq burada nəqliyyat vasitəsinin nömrəsi və sifarişin verildiyi tarix lazımdır ki, onunla bağlı dərhal aidiyyəti tədbirlər görülür. Aidiyyəti tədbirlər nədir? Biz belə hallarda sürücüləri və nəqliyyat vasitəsinin daşımalardan müvəqqəti də olsa kənarlaşdırırıq və aidiyyəti tədbirlər görülür bununla bağlı. Hər hansı bir maddi cəza tətbiq olunur? Yox, bununla bağlı yox, inzibati xətalarda bu cərimə tətbiqi yoxdur. Sadəcə müəyyən bir müddət müəyyən müddət aidiyyəti üzrə bəli, yenidən ondan məsəl üçün maarifləndirilir, yenidən qanunvericiliyə izah olunur ki, bu şeyləri eləmək düzgün deyil. Yəni bu şeylər hamısı ona izah olunur. Növbəti sualımız eləməsi yenə taksilərlə bağlıdır. Pis qoxulu, çirkli avtomobillərə nəzarət varmı? Salonun təmizliyi yoxlanılırmı mütəmadi olaraq? Bu səlahiyyəti belə deyək də, bu məsələlərin yoxlanılması mütləq olaraq, yəni bu gün həm müntəzəm marşrutlar üzrə, həm də taksi minik avtomobillər üzrə, avtobuslar və yaxud da ki, taksilər üzrə xidmətə çıxdığında mütləq şəkildə təmiz şəkildə çıxmalıdır. Yəni onun içərisində təmizlənməlidir, xarici görünüşdə təmiz olmalıdır. Çünki mütləq bu nəqliyyat vasitələri sərnişinlərimizə xidmət göstərir. Bu səbəblə onların içərisində təmiz olması vacibdir. Dediyim kimi, bunun mütəmadi olaraq aynə tərəfindən çıxıb ərazidə yoxlanılması yox. Yalnız amma şikayətlər daxil olduqda, təbii ki, aidiyyəti tədbirlərin hamısı görülür. Aidiyyəti tədbirlərdən sonra yenidən həmin sürücüyə hər hansısa bir, belə deyək, audit yoxlanışı və yaxud başqa bir siz tərəfdən saxta sərnişin funksiyası varmı ki, yəni təzədən yenidən yoxlayırsınız həmin sürücünü? Həmin sürücünə həmin dəqiqə yox, bu şəkildə yenidən yoxlanılması yoxdur. Lakin biz bununla yanaşı necə edirik? Bütün nəqliyyat vasitələrini baxışa zərb edirik. Yəni bütün nəqliyyat vasitələrinə baxış keçirilir. Hətta icazələr verilərkən belə nəqliyyat vasitələrinin daxili, xarici görünüşü, xarici tərtibatı, bunlar hamısı baxılır. Yəni mütəmadi olaraq biz ümumi olaraq bütün nəqliyyat vasitələrinə mərhələli şəkildə baxış keçiririk. Bir sürücü haqqında bəs birdən artıq bir şikayət gəldikdə onun haqqında hansı tədbirlər görülür? Baxır o şikayətin dərəcəsinə. Çünki burada elə şikayətlər var ki, biz onun xüsusi hazırlığa dair şəhadət ötürməsini birbaşa ləğv edə bilmirik. Bu mütləq şəkildə məhkəmə predmetidir ki, yəni o cür qərar verilsin, ondan sonra həll olunsun. Yoxsa birbaşa şikayətdə hər hansı bir hüquqi tənzimləmə yoxdur ki, gələn şikayət əsasında biz onun icazəsini ləğv etməliyik. Yəni xüsusi hazırlığa dair şəhadətnaməsi məsələsini nəzərdə tuturam burada, maşının icazəsini demirəm. Bu məhkəmə predmeti əsasında olan bir məsələdir. Təbii ki, qərar verilsə, ona əsasən ləğv oluna bilər. Orxan müəllim, bəs taksi sürücülərinin psixoloji yoxlanışı varmı? Cinayət keçmişi həmçinin araşdırılırmı? Taksi sürücülərində biz icazələr tələb olunarkən, burada sürücülərdən narkotik və psixotropik maddələrlə bağlı arayışlar tələb olunurdu icazələrə alınarkən və orada olan bütün hər bir şey, sənədlər hamısı yoxlanılırdı.
Lakin gündəlik olaraq o sürücülərin hər birinin yoxlanılması və yaxud da ki, bu cür sürücülərdən işlənilməsi təbii ki, daşıyıcıların edə biləcəyi bir şeydir, mütləq şəkildə etməlidirlər. Növbəti sual, qadın sərnişinlərin təhlükəsizliyi necə qorunur? Taksi sürücüləri bəzi hallarda qadın sərnişinlərə fərqli bir bəhanə ilə yazır, yaxud narahat edici hərəkətlər edir. Sürücü məsuliyyət daşıyırmı bu hərəkətlərinə görə? Daşıyır yəqin Təbii ki, məsuliyyət bu işdə ayna hansı mövqedə dayanır? Qanunvericilikdə nə deyir? Daxili nəqliyyat vasitəsinin daxili tərtib olunmalıdır, video kamera olmalıdır ki, həmin hər hansı bir hadisə baş veribsə, dərhal onun qeydiyyatı olsun və yaxud da ki, bu cür şikayət daxil olunanda biz müvəqqəti olaraq nəqliyyat vasitəsinin sürücünün daşımalardan kənarlaşdırırıq. Amma belə hallarda bizə də şikayətlər həmişə daxil olur. Biz hər zaman bizə aid olan, yəni aynanın sahiblərinə aid olan məsələlərdə çıxış edirik. Bu cür məsələlərdə biz hər zaman tövsiyə edirik ki, mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət olunsun. Hətta hüquq mühafizə orqanları bu məsələlərlə bağlı dərhal aidiyyəti üzrə bütün tədbirlər görülür. O baxımdan belə şikayətlər olduqda bizə də təbii ki, müraciət oluna bilər, amma biz bizə səlahiyyətlərimiz çərçivəsində olan məsələlərə yanaşma edəcəyik. Yəni azından həmin sürücüyə qarşı. Bəli. Məsələn, sərnişin daşımadan uzaqlaşdıra bilərik müvəqqəti olaraq və ya nəqliyyat vasitəsində daşıyıcını çağırıb görüş keçiririk, maarifləndiririk, məlumatlandırırıq. Amma mütləq şəkildə inzibati məsələn tədbirlərin görülməsi bu mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət etmələrini tövsiyə edirik. Bəli, mütləq. Orxan müəllim, son islahatlardan sonra taksilərdə həqiqətən ciddi bir dəyişikliklər var. İstər komfort cəhətdən, istər taksilərin səliqəsi cəhətdən bu şeyləri açıq-aydın görmək olur. Bir sual da maraqlıdır. Kameralar bütün taksi xidmət göstərən avtomobillərin içində olması mütləqdir. Təbii ki, mütləqdir. 183 sayılı Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 183 sayılı qərarı var. Taksi minik avtomobillər sərnişin daşımalarının daxili tərtibatı 2024-cü ilin çıxmış qərarıdır. Həmin qərarda göstərir ki, hər bir nəqliyyat vasitəsinin taksi minik avtomobilinin daxilində daxili tərtibat, yəni video registratoru olmalıdır. Və işlək vəziyyəti. Mütləq şəkildə işlək vəziyyəti olmalıdır. Hətta bir ay müddətini çəkə biləcək bir yaddaş olmalıdır. Bu kameralara mütəmmədi olaraq nəzarət edilir yoxsa yox? Mən niyə soruşuram bu sualı? Çünki bizə verilən sualların hamısı əsasən taksi sürücülərinin davranışlarından bağlıdır. Problem yoxdur. Və mövzu, məsələn, siqaret çəkmə mövzusu var, psixoloji davranış məsələləri var. Yəni bu kameralara siz tərəfdən yoxlanış keçirilirmi, işləyirmi, işləmirmi? Məsələn, bunlarla bağlı necə belə deyək də mübarizə aparırsınız, necə reydlər aparırsınız? Təbii ki, bax biz mütəmmədi olaraq daşıyıcıları nəqliyyat vasitələrinə baxışlara cəlb edirik. İçərisində olan bütün həmin video kameraların işlək vəziyyətdə olmasına baxırıq. Bunların hamısı hətta bununla bağlı şikayətlər daxil olduqda, eyni zamanda özümüz ərazidə monitorinqlər aparıb, əgər hər hansı nəqliyyat vasitəsində video registratoru görmədikdə, dərhal həmin nəqliyyat vasitələri daşımalarla uzaqlaşdırırıq. Hətta qanunvericiliyin bir tələbi var ki, daxili tərtibat nəqliyyat vasitəsində olmadığı müddətdə icazəsi ləğv oluna bilər. Növbəti sual isə kartla ödənişdən imtina etmək qanunidirmi? Məsələn, bu bizim rastımıza gəlir. Məncə sizin də başınıza gələ bilər bir şey yoxsa yox? Təbii ki, amma bu cür sürücünün kartla imtina etməsi qanunidir təbii ki. Hətta biz belə deyək də, nəqliyyat vasitəsində biz tələb edirik ki, az əvvəl dediyim kimi post terminal tələb edirik, nəqliyyat vasitəsində olmalıdır. Bu mobil post terminalda ola bilər. Post terminalda yəni adi kartla, yəni siz kartdan ödənişi mütləq şəkildə etməlisiniz, edə bilərsiniz. Yəni daha doğrusu. Kartla ödəniş deyəndə yəqin ki, izləyicilər bilirəm, sistemdə bəli, heç bir halda sürücü sifarişi qəbul edibsə və yaxud da ki, kartdan olduğu üçün mən qəbul etmirəmsə, belə bir şey yoxdur qanunda. Yəni əgər sifarişi qəbul etməyibsə, bu başqa məsələ. Amma sifarişi qəbul edib görürsə, kartla mən bu sifarişi imtina edirəm, belə bir şey yoxdur. Vətəndaş onda nə etməlidir? Dərhal aniyə müraciət eləsinlər. Aniyə müraciət eləsinlər, mən sizə tam dəqiqliklə deyə bilərəm ki, bu cür məsələlərə operativ şəkildə reaksiya verilir, operativ şəkildə həmin nəqliyyat vasitələri, sürücülərlə bağlı bütün tədbirlər görülür. Növbəti sual, taksi sürücülərinin sosial təminatı varmı? Pensiya məsələləri necə həll olunur? Tibbi sığorta olunur? Təbii ki, bu gün sadələşdirilmiş vergi olaraq taksi sürücü mütləq şəkildə fərqlənmə nişanı almalıdırlar. Fərqlənmə nişanını aldığı zaman orada həm DSMF, həm dediyimiz kimi DSMF və yaxud da ki, icbari tibbi sığorta, bunlar hamısı onun içərisində daxil olur. Orxan müəllim, indi taksi sürücüləri məncə yazıb bu sualları, biz ayrılmışıq. Ödəniş etmədən düşən sərnişinlərlə
sərnişinlərə qarşı bəs hansısa tədbirlər görünürmü? Bu hallar da çox tez-tez qarşımıza çıxır, saytlarda olur, nə bilim, sosial şəbəkələrdə görürük, eşidirik də. Mən düşünürəm ki, bu məsələ ilə bağlı mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət etsinlər, çünki burada bizim səlahiyyət yoxdur ki, biz onlara müdaxilə edək. Yeni standartlar kiçik sahibkarları bazardan çıxarmır ki. Yox, qətiyyən. Əksinə mən Bəzi kiçik taksi parklarından Yox, qətiyyən. Hətta belə deyim də, bu günə qədər kvotaya qədər, yəni bu icazə almış biz siyahını hesabatına aparanda baxırıq ki, 50%-dən yuxarı elə fərdi sahibkarlarda hansı ki, o fərdi sahibkarların bir nəqliyyat vasitəsi var. Yəni yalnız o nəqliyyat vasitəsini özü sürür, sürücü qismində. Və yaxud da ki, indi olur da 5, 10, 15 maşını olan fərdi sahibkarlar da mövcuddur. Lakin bu şəkildə bir maşını olan fərdi sahibkarlar hətta 50%-dən yuxarıdır. Tam elektrikli taksilərə keçid bəs nə zaman nəzərdə tutulur? Varmı elə bir plan? Ümumiyyətlə bu gün deyim ki, icazələrin böyük bir əksəriyyəti hibrid və yaxud da ki, elektrik nəqliyyat vasitələridir. Amma konkret olaraq mütləq elektrik olmalıdır deyə bir şey hələ ki nəzərdə tutulmayıb. Bütün nəqliyyat vasitələri elektrik olmalıdır. Amma təbii ki, elektrikin olması, bu cür nəqliyyat vasitələrinə üstünlüyün verilməsi, hətta qanunvericilikdə belə bir bənd var ki, Avro 5 standartlarına mütləq cavab verməlidir. Yəni bugünkü icazələrə də baxdıqda ətraf mühitində qorunması baxımından nəqliyyat vasitələri çoxsu həm elektromobildir, həm də hibrid. Taksi ictimai nəqliyyata alternativdir yoxsa tamamlayıcısı? Yəni taksilər belə deyək də şəhərdə sıxlığı artırmır ki. Necə düşünürsünüz? Yox, qətiyyən belə bir məsələ deyim sizə. Taksi özü ictimai nəqliyyatdır özü. Yəni taksi özü ictimai nəqliyyatın bir növüdür. Amma qeyri-müntəzəm sayılır. Burada mən bir rəqəmi qeyd etmək istəyirəm ki, daha əvvəllər o sıxlıq məsələsinə vurğu olaraq daha əvvəllərə getsək, gün ərzində Bakı şəhərində 630 min, sonra 630 min civarında bir 2022-2023-cü illər deyirəm, 630 min, 530 min. Bu şəkildə yox, sifariş vardı, gündəlik sifarişlər vardı. Yəni bu gün ərzində nə qədər nəqliyyat vasitəsi hərəkətli idi. Amma hal-hazırda ümumi olaraq baxsaq, taksi sahəsində gün ərzində sifarişlərin sayı 260 min civarında. Belə necə azalır? Bu necə azalır? Hamısı avtomobil olub yoxsa? Yox, bilmirəm. Bu gün bilirsiniz ki, ailə tərəfindən avtobus zolaqlarının çəkilməsi sərnişinləri bir növ avtobusa cəlb edir ki, avtobusdan daha keyfiyyətli xidmət və rahat mənzil başına çatma məsələsi var. Avtobus zolağının çəkilməsi də bir növ bu məsələyə özünə təsir göstərdi ki, kiçik məsafələr üzrə sifarişlərin sayı azaldı. Taksidə kiçik məsafə üzrə sifarişlər məsələn əvvəl daha çox idi. Avtobus ona da gələcəm, bəli. İkinci bir məsələ ilə mikromobillik vasitələrlə bağlı zolaqların çəkilməsi. Bunlar hamısı təsir edirdi və bu sayədə aparılan bütün islahatlar, yəni bu taksi islahatları aparılarkən biz aparılan islahatlar yalnız taksidə gedir və yaxud da avtobusda getmir. Belə bir şey. Bunlar hamısı paralel şəkildə aparılır. Taksi sahəsində nəqliyyat vasitələri azaldıqca avtobus sahəsində avtobusların sayı başlayırdı artmağa. Avtobus zolaqlarının çəkilməsi, mikromobillik zolaqlarının çəkilməsi, bunlar hamısı bir növ sifariş sayılarının, gündəlik taksidə xidmət sayılarını yavaş-yavaş azaltdı və bu şəkildə gətirdi. Və hal-hazırda 260 min civarında, maksimum 300 min civarına qədər sifarişlər olur gün ərzində. Metro gecə işləmədiyi üçün taksiyə gecələr tələbat artır. Bu nəzərə alınır? Ümumi olaraq mənzil başına çatmaq gecə vaxtı biz ki, sıxlıq və yaxud da digər rahat nəqliyyat vasitələrini idarə etmək, yəni sıxlıq baxımından nəzərə aldım. Biz az əvvəl də dedim ki, aynı informasiya sisteminə açıqlaşdırılmış məlumatlar gəlir. Həmin açıqlaşdırılmış məlumatları da biz təhlil edəndə biz onların orta gözləmə müddətlərinə də baxırıq ki, və bu cür gecə saatlarında nəqliyyat vasitəsinə əgər tələbat varsa, nəqliyyat vasitəsi olacaq. Yəni xəttdə mütləq şəkildə hər zaman nəqliyyat vasitəsi olur. Bizə ümumi olaraq belə bir şey qeyd edim ki, hələ bu günə qədər bizə şikayət daxil olmayıb ki, nəqliyyat vasitəsi ümumiyyətlə gecə mən sifariş vermişəm, ümumiyyətlə yarım saat, 1 saat gözləmişəm və yaxud da yəni nəqliyyat vasitəsi yoxdur. Bu cür bir qiymət daha artıq olur. Ancaq yox, hətta mən deyirəm ki, tərəfdəki əsasən qiymət həmin vaxtı müəyyən bir saatdan sonra da yəni. Çünki ola bilər ki, elə günün müəyyən saatları, həftənin günlərinə uyğun olaraq formalaşır. Həftə içi elə gün var ki, orada
Məsələn, həftə sonları elə bir gün, məsələn, 3-cü gündən tam 6-cı gün arasında müqayisə edəndə baxırıq ki, biz 6-cı günü qiymətlər gecə saatlarında ona nisbətən daha artıqdır. Orxan müəllim, növbəti sualımız belədir. Mobil tətbiqlər sürücülərə qarşı ədalətlidirmi? Reytinq sistemi kifayət qədər obyektivdir sizcə? Qeyd edim ki, bu mobil tətbiqlərində həmin reytinq məsələlərinin formalaşdırılması, bunlar hamısı taksi sifarişlərinin operatorların özlərinin daxili mexanizmidir. Yəni özləri formalaşdırıblar. Yəni sadəcə o mexanizmə müdaxilə etmək kimi bir səlahiyyət və ya da qanunvericilikdə tənzimləmə olmadığı üçün biz ona müdaxilə edə bilmirik. Sadəcə həmin məsələ taksi sifariş operatorlarının özlərinin daxili mexanizmidir. Orxan müəllim, ötən illərə nisbətən indi şikayətlər azalıb? Təbii ki, ötən illərə nisbətdə biz xüsusən bunu həm sosial şəbəkələrdən də izləmək mümkündür ki, əvvəllər sosial şəbəkələrdə sürücülərin belə deyək, şikayətlər daha çox gəlirdi. Hətta aynaya da şikayətlər daha çox daxil olurdu. Amma indiki vəziyyətdə baxdı, həm xüsusi hazırlıqlı da şəhadətnamələrinin verilməsi, həm narkotik və psixotropik maddələrdən bağlı arayışların tələb olunması, həm bu sahənin daha çox ciddi nəzarət mexanizminin qurulması, elə nəzarət mexanizminin biri, məsəl üçün deyə bilərəm, e-taksi alt sistemi, burada istənilən hesabatlıqla yanaşı bütün nəzarət mexanizmi, yəni nəqliyyat vasitəsinin yeri, sürücüsü, hər bir şeyin nəzarət olduğu üçün, yəni bu sahədə müsbətdir. Taksi gəlirdi, məsələn, sürücü başqa maşın qeyd olunurdu, gəlib çatan maşın başqa maşın idi, sürücü fərqli qeyd olunurdu, gəlib gördüyün sürücü təmiz fərqli bir sürücü idi. İndi bu elə yaxşı bir sualdır. Elə həm burdan efir vasitəsilə də çağırış eləmək istəyirəm həm daşıyıcılara ki, həm sürücülərə ümumi olaraq biz bu sahədə bilirsiniz ki, həmin e-taksi alt sisteminin funksionallıqlarından istifadə edərək, Bakı-Şəhər rəqəmsal əkizdən istifadə edərək biz fərqli nəqliyyat vasitələrini, fərqli profillərini başqa şəxslərə verən sürücülərin hamısını müəyyənləşdirə bilirik. Rahat şəkildə müəyyənləşdirə bilirik. Və həmin sürücüləri günü bu gündə daşımalardan kənarlaşdırırıq. Həm sürücüləri, həm nəqliyyat vasitələrini daşımalardan kənarlaşdırırıq. Mən bir daha buradan səslənərək qeyd etmək istəyirəm ki, bu cür pozuntulara, bu cür qayda pozuntularına qətiyyən yol verməsinlər. Əgər bugün yalnız 3 problemi həll etmək imkanınız olsa, hansıları seçərdiniz? Yəni tamamilə olmayacaq. Mən 3 problem yox, vacib olan bir məsələni istərdim bildirim. Məsəl üçün, taksi bugün sürücülərin ən çox şikayət etdiyi məsələ, həm də sərnişinlərdən daxil olan şikayətlər, xüsusilə sürücülərimizdən daxil olan şikayətlərdir. Əsasən durma yerlərinin, hansı ki sərnişin düşürtmə, sərnişini mindirmə yerlərinin olmaması məsələsidir. Azlıq təşkil etməsi ilə bağlı hər dəfə bununla bağlı şikayətlər gəlir və bildirmək istəyirəm ki, bununla bağlı artıq geniş işlər başlanıb, kütləvi işlər başlanıb ki, qısa müddət ərzində biz bunu da tamamən formalaşdıracağıq. İlk olaraq qeyd edim ki, bu məsələlər ərazidə fiziki olaraq, məsəl üçün, gözə yarı üsulu ilə təhlillər aparmaqla deyil. Az əvvəl dediyimiz kimi, e-taksi alt sisteminə daxil olan məlumatları istinad edərək biz gün ərzində sərnişinlərin, yəni qaynar xəttlər ən çox düşdüyü və mindiyi yerləri müəyyənləşdirmişik. Konkret olaraq şəhər ərazisində daha çox harda minir, harda düşür. Bu ərazilər müəyyənləşdirilib. Həmin ərazilərin müəyyənləşdirmə əsasında biz həm 3.28 nişanlarını, yəni artıq orada nəqliyyat vasitəsi, məsəl üçün, dayanıb sərnişin düşürülə bilir, mindirə bilir həmin ərazidə. Və yaxud da ki, avtobus zolaqlarının ərazisində taksi minik avtomobilləri üçün düşüb minmə yerləri, eyni zamanda taksi duracaqlarının sayı məhz bu elektron sistemin bizə verdiyi funksionallıqlardan istifadə edərək yəni artırırıq. Bunlar hamısı bu sistemin bizə verdiyi üstünlüklərdir. Orxan müəllim 5 ildən sonra Bakı taksilərini necə görmək istəyir? Bizim hədəfimiz, məqsədimiz burada maksimum şəkildə taksi xidmətlərini indiki vəziyyətdən daha keyfiyyətli və təhlükəsiz vəziyyətə gətirmək. Orxan müəllim, Azərbaycanda taksi xidmətinin beynəlxalq standartlara çatması üçün məncə yetəri qədər çatıb, amma daha da uğurlu, daha da yaxşı, keyfiyyətli xidmət göstərilməsi üçün hansı addımların atılması vacibdir sizcə? Nələri planlayırsınız bir növ? Təbii ki, hədəfimiz belə deyək, hər zaman bundan da artıq keyfiyyətli xidmətin göstərilməsidir. Mən düşünürəm ki, bugün texniki həll yolları, bu sahədə aparılan texniki həll yolları
Az əvvəl də dediyim kimi sima və digital finansın inteqrasiyası bunlar ilə bu sahədə atılmış ən vacib addımlardan biridir. Sonra kvotanın tətbiqi. Kvotanın tətbiqi həm beynəlxalq təcrübədə də var. Kvotanın tətbiqinin verdiyi üstünlüklər var. Üstünlük nədir? Misal üçün bu gün hamı bilir ki, icazə verilmir. İcazəsi ləğv olsa yenə icazə alınmayacaq. Nəticə etibarilə daha keyfiyyətli xidmət göstərməyə addım atır. Yəni bu da bir vacib məsələlərdən biridir. Və bugünkü ən vacib məsələ, yəni bu gün işlədiyimizdə texniki həll yollarının aparılmasıdır. Biz ərazidə fiziki olaraq işlər aparmırıq. Bunların hamısını texniki yollarla aparırıq, rəqəmsal aparırıq. Elə bu ən vacib məsələlərdən biridir bu sahədə. Təşəkkür edirik Orxan bəy. Minnətdarıq suallarımıza aydın, geniş, ətraflı cavablandırdığınız üçün. Bizimlə taksi və fərdi nəqliyyat vasitələri ilə iş şöbəsinin müdiri Orxan Şıxıyev idi. Biz isə bu dəfəki buraxılışımızı bununla yekunlaşdırırıq.